8-ci saat qurşağında yerləşən Çinin Pekin şəhərində bir qrup turist 2021-ci ilin 21-ci ildə burada qarşılamışlar. 01/01/2021-ci, yəni yanvarın 1-i 2021-ci ildə saat 00:30-da havaya qalxaraq təyyarə 8 saat getdikdən sonra 16-cı saat qurşağında yerləşən San Fransisko şəhərində yerə enmişlər. Bu zaman San Fransisko şəhərində hansı gün və saat neçə olduğunu müəyyən edin. Bax, birinci Çindən danışaq. Çin, yəni Pekin 8-ci saat qurşağında yerləşir və San Fransisko isə 16-cı saat qurşağında yerləşir. Bunlar arasında neçə saat fərq var? Aydın məsəl ki, 8 saat fərq var. Təsəvvür edin ki, burada saat 00:30-dur Çində. Hava limanından çıxmamış, burada 00:30-dursa, San Fransiskoda saat neçə olacaq? Öncə onu müəyyən etmək lazımdır. Təbii ki, 8 saat şərqdədir deyə üzərinə 8 saat gələcək. Olacaq 08:30. İstiqamət olaraq şərqə baxaraq. İstiqamət olaraq şərqdədirsə, deməli daha irəlidir. Və təbii ki, təyyarə burada 00:30-da çıxır. Zəng vurur San Fransiskodakı dispetçerə ki, sizdə saat neçədir? O deyir, bizdə saat 8:30-dur. Və təyyarə havaya qalxır, 8 saatdan sonra gəlir bura çatır. 8 saatdan sonra çatırsa, deməli, üzərinə 8 gəlirik, eləyir 16:30. 16:30-dur burada və hansı gündür? Aydın məsələdir ki, qərb yarımkürəsində olduğuna görə 180-dən qərbə keçdiyinə görə bir gün geri götürəcək. 31 dekabr. Ona görə sualımızın doğru cavabı D bəndi olacaq.